Qurban Bayramı ərəfəsində pensiya, müavinət və digər sosial ödənişlərlə bağlı məsələ yenidən gündəmə gəlib. Minlərlə vətəndaşı maraqlandıran əsas sual isə sosial ödənişlərin bayram səbəbi ilə vaxtından əvvəl verilib-verilməyəcəyi olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilib və vətəndaşların maraqlandığı bütün suallara aydınlıq gətirilib. Nazirlikdən bildirilib ki, Qurban Bayramı günləri may ayının son günlərinə təsadüf edir və ölkə üzrə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin verilməsi prosesi onsuz da həmin tariflərə qədər tam şəkildə yekunlaşır. Buna görə də əlavə olaraq ödənişlərin öncədən verilməsi və ya xüsusi mexanizmin tətbiq olunmasına ehtiyac yaranmır. Rəsmi açıqlamada qeyd olunub ki, hər ay olduğu kimi bu dəfə də sosial ödənişlər müəyyən olunmuş qrafik əsasında həyata keçiriləcək və vətəndaşlar ödənişlərini adi qaydada ala biləcəklər. Bu isə o deməkdir ki, bayram günləri ilə əlaqədar pensiyaların və digər sosial yardımların vaxtından əvvəl köçürülməsi planlaşdırılmır. Mövzu xüsusilə yaşlı vətəndaşlar, sosial müavinət alan ailələr və müxtəlif sosial proqramlarda yararlanan insanlar tərəfindən böyük maraqla qarşılanıb. Çünki bayram ərəfəsində bir çox ailələr əlavə xərclərlə qarşılaşır və sosial ödənişlərin daha erkən verilməsi ehtimalı insanlar üçün xüsusi əhəmiyyət daşıyırdı. Ekspertlərin fikrincə, sosial ödənişlərin qrafik üzrə vaxtında tamamlanması dövlətin maliyyə və sosial idarə etmə sisteminin sabit işlədiyini göstərir. Son illərdə sosial ödənişlərin elektron sistem üzərindən daha sürətli və şəffaf formada həyata keçirilməsi vətəndaşların rahatlığını artırıb. Bu səbəbdən də əlavə gecikmələrin və ya qarışıqlıqların yaranacağı gözlənilmir. Bəzi vətəndaşlar sosial şəbəkələrdə pensiyaların və müavinətlərin öncədən veriləcəyi ilə bağlı müxtəlif iddialar paylaşsalar da, Nazirliyin açıqlaması bu məsələyə tam aydınlıq gətirib. Rəsmi qurum vətəndaşlara yalnız rəsmi məlumatlara inanmağı və qeyri-dəqiq xəbərlərə etibar etməməyi tövsiyə edir. Hazırda ölkə üzrə bütün sosial ödənişlərin müəyyən olmuş təqvim əsasında həyata keçirildiyi bildirilir. Vətəndaşların bank kartlarına köçürülən vəsaitlər mərhələli şəkildə tam şəkildə təmin olunur və sistemin normal fəaliyyəti davam edir. Qurban Bayramı Azərbaycan xalqı üçün mənəvi dəyəri yüksək olan müqəddəs bayramlardan biri hesab olunur. İnsanlar bu günlərdə ailələri ilə birlikdə vaxt keçirir, ehtiyacı olan insanlara yardım edir və paylaşmağın sevincini yaşayırlar. Sosial ödənişlərin vaxtında verilməsi də vətəndaşların bayram günlərini daha rahat keçirməsinə imkan yaradan mühüm məsələlərdən biri hesab edilir. Nazirlik bir daha vurğulayıb ki, pensiya, müavinət və digər sosial ödənişlərin verilməsi ilə bağlı hər hansı problem gözlənilmir və bütün proses əvvəlcədən müəyyən olunmuş qaydada davam etdiriləcək. Buna görə də vətəndaşların narahat olmasına əsas yoxdur. Ən son məlumatlara görə sosial ödənişlərin qrafiki tam şəkildə nəzarətdə saxlanılır və vətəndaşların vəsaitlərini vaxtında əldə etməsi üçün bütün texniki və təşkilati tədbirlər həyata keçirilir.